Biz qış paltarlarını yığışdırmışıq, amma aprel zarafatını davam elətdirir sanki. Külək, yağış, soyuq hava geri qayıdıb. Hətta küləyin şiddətindən bir neçə qəza yarandı. Allah hər kəsə kömək olsun və Bakı küləyində də mənim saçlarım daima uçur və peşman olaram biraz makiyaj edim. Həmin makiyaj bütün üz gözümə yayılar. Biz qəhrəman nümayəndələr olaraq bu havada da təbii ki işə çıxmışdıq. İşlərimi bitirəndən sonra nahar etdim və hava küləkli olmağına baxmayaraq yollandım məşqə. Nahar etməyimə baxmayaraq məşqə gedəndə məndə aclıq hissi yaranır. Yüngül bir şeylər atışdırmaq üçün şokoladlı kəsmiklər aldım. Həm tox saxlayır, həm də ağırlıq hissi yaratmır mədədə. Bir çoxları fərqli səbəblərdən kilo alır. Mənim kilo alma səbəbim şirniyyatı çox sevməyimdir və mənim gün ərzində şirniyyat ehtiyacımı mütləq şəkildə qarşılamalıyam. Təxmini 15 kiloqram artıq çəkim var və bununla bağlı sözün əsl mənasında mübarizə aparıram. Və gördüyünüz kimi məşq sonrası mən bütün su, tər içindəyəm.